Azərbaycanda gözlənilməz qiymət dəyişiklikləri və xidmət sektorundakı dinamika barədə az sonra. Yüksək ixtisaslı miqrantlar üçün yeni proqram, 70 bal toplayan xaricilər üçün açılan imkanlar və inkişaf. Rusiyada miqrasiya nəzarəti ən sərt mərhələyə keçib. Bəs kimlər risk altındadır? 2026-cı ildən Rusiya məktəbləri miqrant uşaqlarının qəbulunu polisə bildirməlidirlər. Bu nəzarət sistemi nəyi dəyişəcək? Azərbaycanda bəzi cərimələrin ödənilməsi zamanı banklar komissiya tətbiq edir. Buna səbəb nədir? Qazaxstanda Azal təyyarə qəzası ilə bağlı araşdırma yekunlaşır. Bəs son nəticə nə zaman açıqlanacaq? Moskvada 710 min əcnəbi qeydiyyata alındı. Bəs bu nəzarət nə zamana kimi davam edəcək? Bütün bu sualların cavabı bu dəfəki buraxılışda. Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərtdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada miqrantlar üzərində nəzarət gücləndirilir. Belə ki, Rusiyada xarici vətəndaşların ölkədə qalmasına nəzarətin artırılması və onların qanunsuz şəkildə ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu barədə Pasportный stol Spрашивали, отвечаем proqramında ətraflı məlumat verilibdir. Bildirilir ki, cari ildə görülən tədbirlər nəticəsində ölkəyə giriş və qalma qaydalarının pozulması ilə bağlı sənədləşdirilmiş hallar 30% artıb. Rusiyanı tərk etməkdən yayınan xarici vətəndaşların aşkar edilərək məsuliyyətə cəlb olunması 2,5 dəfə artıb. Müvəqqəti yaşama icazəsi və müxtəlif əsaslarla verilmiş yaşayış icazələrinin ləğvi 17% artıb. Hüquqi şəxslərə aid aparılan yoxlamaların sayı 14% artıb. 160 mindən çox xarici vətəndaşın Rusiyaya girişi məhdudlaşdırılıb. Qanunsuz miqrasiyanın təşkilinə görə aşkar edilmiş cinayətlərin sayı 45% artıb. Miqrasiya sənədlərinin saxtalaşdırılması, hazırlaması və satışına dair cinayətlərin aşkar edilməsi isə 22% artıb. Bundan əlavə, əvvəlki ad və soyadları ilə Rusiyaya girişi qadağan edilmiş şəxslərin dəyişdirilmiş məlumatlarla ölkəyə daxil olmaq cəhdlərinin qarşısı da alınıbdır. Bu ilin əvvəlindən bu kateqoriyaya aid təxminən 3000 şəxs barədə sərhəd xidmətlərindən məlumat daxil olub və onların hamısının ölkəyə girişi qadağan edilib. Cari il ərzində xarici vətəndaşların sıx toplandığı və əmək fəaliyyəti göstərdiyi ərazilərdə 200 mindən çox yoxlama aparılıbdır. Bu yoxlamaların təqribən 90%-i tikinti sahələrində, bazarlarda, ticarət mərkəzlərində, hostellərdə və otellərdə həyata keçirilib. Rusiyada məktəblər miqrant uşaqlar barədə məlumatı Daxili İşlər Nazirliyinə göndərəcək. Belə ki, Rusiya mətbuatının məlumatına görə 2026-cı ilin yanvarından etibarən məktəblər miqrant uşaqların qəbul olunması və olunmaması ilə bağlı məlumatları birbaşa polisə ötürəcəkdir və bu prosesdə 3 qurum iştirak edəcək. Təhsil Nazirliyi məlumatların toplanmasında, Rəqəmsal İnkişaf Nazirliyi texniki təminatın təqdim edilməsində və Daxili İşlər Nazirliyi məlumatların elektron formada qəbulu prosesini həyata keçirəcəkdir. Bu monitorinq sayəsində məktəbə yerləşdirilməyən miqrant uşaqlar müəyyən edilərək onlarla fərdi şəkildə iş aparılacaqdır. Daha əvvəl bu cür tədbirlər yalnız tövsiyə xarakteri daşıyırdı. Son məktəbə qəbul nəticələrinə əsasən isə Rusiyaya gələn uşaqların yalnız 19%-i məktəbə qəbul oluna bilib. Azərbaycanda bəzi cərimələrin ödənilməsi zamanı bank komissiyası tətbiq edilir. Belə ki, 2025-ci ilin noyabrın 1-dən etibarən Azərbaycandakı bütün banklar cərimə ödənişləri zamanı 40 qəpik məbləğində komissiya tətbiq etməyə başlayıbdır. Bu məlumatı yerli mətbuatın sorğusuna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı təsdiqləyibdir. Qurumun açıqlamasına görə komissiya cərimə ödənişləri emal edən provayderlərin tələblərinə uyğun olaraq tətbiq edilir və ölkənin bütün banklarında vahid qayda olaraq qüvvədədir. Mərkəzi Bank əlavə edib ki, hökumət ödəniş portalı vasitəsilə aparılan ödənişlər üçün komissiya tutulmur və komissiya yalnız İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimələrə aiddir.
Yüksək ixtisaslı miqrantların Azərbaycana cəlb edilməsi inkişafa töhfə verir. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib. Qeyd olunur ki, yüksək ixtisaslı miqrantlar ölkəyə yalnız bilik və bacarıq deyil, eyni zamanda innovativ yanaşma gətirir, əmək bazarında mövcud boşluqların doldurulmasına və uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına töhfə verir. Yüksək ixtisaslı miqrant portalının təqdim etmə mərasiminin çərçivəsində jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin rəisinin sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsinin asanlaşdırmaq, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarə etməni təmin etmək məqsədi ilə yüksək ixtisaslı miqrant proqramı təsis edilib. Belə ki, miqrantlar öz bilik və bacarıqlarını, o cümlədən də təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir. Xidmət rəisi həmçinin bildirib ki, bu portal yüksək ixtisaslı miqrantlar üçün Azərbaycanda öz uğur hekayələrini yazmaq, bilik və təcrübələrini ölkənin inkişafına yönəltmək üçün geniş imkanlar yaradır. Stat: Yüksək ixtisaslı miqrantlara yönəlik siyasət və proqramlar bir çox ölkələrdə tətbiq olunur və bu sahədə qlobal rəqabət mövcuddur. Azərbaycan da bu proqramı təqdim etməklə həmin yarışa qoşulur. Ölkəmizdə mövcud olan sabitlik, dinamik və dayanıqlı inkişaf, turizm və investisiyaların təşviqi, əcnəbilərin inteqrasiyası üçün yaradılan şərait və tətbiq edilən güzəştlər bu proqramı rəqabət qabiliyyətli edir. Statın sonu. Eyni zamanda vurğulanıb ki, qiymətləndirmə 20 gün ərzində müsbət nəticələnərsə, həmin şəxs Azərbaycana sadələşdirilmiş qaydada viza ala, özü və ailə üzvləri üçün yaşama icazəsi əldə edə və gələcəkdə vətəndaşlığa qəbul üçün müraciət imkanı qazana bilər. Stat: Bu şəxslər həmçinin iş icazəsindən azaddılar. Portalda qeydiyyatdan keçən işə götürənlər və yüksək ixtisaslı miqrantların bazasına çıxış əldə edərək onlarla birbaşa əlaqə saxlaya və iş təklifləri göndərə biləcəklər. Statın sonu. Qazaxıstan Azal təyyarəsinin qəzası ilə bağlı hesabatı bu ilin sonuna dək təqdim edəcəkdir. Qazaxıstanın Nəqliyyat Nazirinin müavini açıqlama verib ki, Aktau hava limanı yaxınlığında baş vermiş və Azala məxsus təyyarə qəzası üzrə araşdırma davam edir. Onun sözlərinə görə Stat: Hazırda daha dərin araşdırmalar aparılır, çətin ekspertizalar tələb olunur və iş yekunlaşdıqdan sonra hesabat əvvəlki kimi tam şəkildə təqdim olunacaq. Statın sonu. Qazaxıstanın Nəqliyyat Nazirinin müavini dəqiq tarix açıqlamaqda isə çətinlik çəkibdir və bildirib ki, vaxt demək çətindir. Bu məsələ ciddi yanaşma tələb edir, lakin cari ilin sonuna dək mətbuat üçün açıqlama təqdim olunacaqdır. Statın sonu. Qeyd edək ki, daha əvvəl ölkənin baş nazirinin müavini bildirmişdi ki, yekun hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq ilin sonuna dək hazır olunmalıdır. Oktyabr ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıbdır. 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105,9% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108,2%, qeyri-qida məhsulları üzrə 102,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% təşkil edib. Yerli Mətbuat Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri indeksi 100,5%, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə oktyabr ayında əvvəlki ayın nisbətən indeks 100,8%, yanvar-oktyabr aylarında isə 106,9% təşkil edib. Ən çox qiymət artımı qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yer kökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə bu məhsullarda qeydə alınıb. Limon, portağal, alma, heyva, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb. Qeyri-qida məhsulları üzrə oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayın nisbətən 100,3%, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6% təşkil edib. Ən çox bahalaşma geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatlarında, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrdə müşahidə olunub.
Digər qeyri-qida məhsullarında ciddi dəyişiklik baş verməyib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə oktyabr ayında indeks əvvəlki aya nisbətən 100,4%, yanvar-oktyabr aylarında isə 106,6% təşkil edib. Bahalaşma əsasən mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhər ətrafı avtobus nəqliyyatı ilə sərnişin daşıma, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşıma xidmətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb. Moskvada və Moskva vilayətində 710 mindən çox miqrant Amina tətbiqi ilə qeydiyyata alınıbdır. Yerli mətbuatın məlumatına görə sentyabrın 1-dən sonra Moskvada və Moskva vilayətində 710 mindən çox xarici vətəndaş Amina mobil tətbiqi vasitəsilə miqrasiya qeydiyyatına alınıbdır. 2025-ci ilin sentyabrın 1-dən etibarən vizasız gələn əmək miqrantlarının Moskvanın Saxarova miqrasiya mərkəzinin ünvanı üzrə qeydiyyat eksperimenti başlayıbdır və onların faktiki olduğu yerə nəzarət geolokasiya və Amina tətbiqi vasitəsilə həyata keçirilir və tətbiqi artıq təxminən 1 milyon miqrant istifadə edir. Eksperimentin 1 sentyabr 2029-cu ildə başa çatacağı və daha sonra isə ölkə üzrə genişləndiriləcəyi qeyd olunur. Və salam, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz və elə bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.